Vüsal bəy, sosial şəbəkələrdən belə bir sual ünvanlanıb. İzləyicimiz yazır. Adım Samirdir. 3 aydır satış üzrə məsləhətçi kimi çalışıram. Ofis ləvazimatları satışındayam. Gəldiyim ilk 2 ayda 20% satışlarda artım etdim və bu 3-cü ayda belə bir hadisə baş verdi. Əvvəllər satılmış müştəriyə satış etmişəm, hansı ki ona məhsullar satılıb və o ödənişləri etməyib. İndi rəhbərlik məni qınayır ki, o pul verən deyil, sən niyə ona satış eləmsən? Ortada heç bir baza yoxdur. Mən necə bilə bilərəm ki, o adama satış edilməməlidir? Motivasiyam düşüb, idarəetmə bunun üçün nə tövsiyə edir? Aydındır, çox maraqlı bir sualdır. Deməli, yoldaş buyurur ki, əvvəllər satış olunub o şirkətə, amma indi yenidən satış edilib, pul gəlməyib və bununla bağlı rəhbər onu günahlandırır. İndi burada bir məsələ var. Məsələn, ISO 9001-in bir maddəsi var, 8-4-cü maddə, kənar tədarükçülərin dəyərləndirilməsi. Orada deyir ki, tədarükçülərin dəyərləndirərkən orada blacklist yarada bilərsiniz. Məsəl üçün, bu tədarükçülərdən mal almayaq, approved list qoya bilərsiniz, təsdiqli siyah ki, bunlardan mal alaq. Eyni şey düşünürəm ki, müştərilər üçün olması çox əhəmiyyətlidir. Yəni, hansı müştərilərlə işləmək olmaz, hansı müştərilərlə işləməliyik, yəni riskli müştərilər var və s. Yəni, banklarda bu var, misal üçün. Reyestrə düşür, bilinir ki, bu şəxsə kredit vermək olmaz və artıq digər banklar da ona vermir. Mən tövsiyə edirəm ki, şirkətlər öz müştərilərini də əgər uzun müddətli bir dövrdə işləyiblərsə və sonunda bir nəticəyə gələ bilər ki, bu yoldaşa məhsul satmayaq, xidmət göstərməyək, çünki o bizə bu problemləri yaradır. Onların mütləq bir reyestrə düşməlidir və hər gələn əməkdaşa, yeni gələn işçiyə də, 2 aydır deyəsən dediniz də, düzdürmü, o işləyir. Hər gələn yeni əməkdaşa o siyaha verilməlidir ki, bax, bu müştərilər müraciət eləsə, biz onlarla necə davranacağıq, nə deyəcəyik. Yəni, bu üslub da orada çox önəmlidir. Yəni, biz o məhsulu onlara satmadığımız hansı formada deyəcəyik, bunu necə əsaslandıracağıq. Bu çox önəmlidir. Yox, əgər bu deyilmirsə, təbii ki, hər yeni gələn müştəri, o istər tədarükçüdə də, müştəridə də həmin o uyğunsuz vəziyyətlə uzlaşacaq və hər dəfə də rəhbər onu deyəcək. Rəhbər, mən inandırım ki, bəlkə o rəhbər iclasda da belə bir sözdür ki, 50 dəfə demişəm ki, filan şirkətlərlə işləməyib, filan tipli şəxslərlə işləməyib. O 50 dəfə deməyin heç bir xeyri yoxdur. Onun yazılı formatda olub, hər kəsə öyrədilib, tanış etdirilməsi lazım. Yeni də gələndə ona baxıb, adaptasiya olub getməlidir. Bu adaptasiya sürəci də bizim HR-ın məsuliyyətindədir ki, həmin o təlimatları, prosedurları yeni işçilərə öyrədə bilsin. Yoxsa bu problem ömür boyu davam edəcək, bitməyəcək.